Şeyx həmçinin bəziləri görürük son zamanlar şəriətdə olan bəzi şeyləri qəribə, əcaib şəkildə qələmə verirlər. Məsələn, onlardan biri oğrunun əlin kəsilməsi mövzusu və buna bənzər başqa mövzular. Yəni bunu nə ilə əlaqələndirirsiniz? Bilirsiniz, savadsızlıqla. Yəni şəriətimiz, əlhəmdülillah, İslam dini qanunlara əsaslanan dindir. Qanun, yəni elə deyil ki, məsələn, kim oğurluq ilə tut əlin kəskin, hələ şey yoxdur. Bunun birinci dövlətin işidir. Fərdin işi deyil. Həmçinin qisas məsələləri. Qisas məsələləri də dövlətin işidir, hakimin işidir. Yəni elə deyil ki, kim öldürürlər ki, sən ged onu öldür yenə. Öz başlanlığı yoxdur dində. O sadəcə savadsızlıqdır. Necə qeyd etdim əvvəlki cavabda da, görürsən ki, məsələn, aparıcılardır və ya məsələn, belə baxsan, görürsən ki, danışır biraz, nəsə dünyavi cəhətdən. Savadı var, amma dini cəhəti gələndə çox savadsız danışırlar. Çox savadsız. Məsələn, o fikirlərdə gör ki, qisas məsələsi gör ki, elə başa düşürlər ki, sən yaxınını öldürür bilərsən, sən ged onun yaxınını öldür, o adamı öldür. Sən eləyənməzsin onu. Din qadağan eləyir. Dində həciməciliyin əleyhinədir. Din qanunlara əsaslanan dinimiz var. O hakimin işidir, dövlətin işidir və salam. Və ya məsələn, əcaib şeylərdən də biri eşitdim bu yaxınlarda. Biri deyir ki, bu vahabilik, yəni təyin eləyir ki, vahabilik var, bağlayır Muhammed Abdülvahabla və təyin eləyir ki, o da İngiltərənin cəssus olub. Siz baxırsan, elə bildim ki, savadlı adamdır, amma görürsən ki, cahilin biridir. Oxuyub indi İngilis kitablarını, ya Allah bilir ki, hansı kitabları. Birinci bu sələfilik, bu vahabi demək savadsızlıqdır. Ya o adamın savadsızlığını göstərir, ya da o adam qərəzli adamdır, təyin eləmək istəyir, bizi başqa bir formada göstərmək istəyir. Ne üçün? Çünki bizim bu dəvət, bizim bu fikirlər, bizim bu yanaşmamız, dini cəhətdən yanaşma, dinə, bu Muhammed Abdülvahabın yanaşması deyil ki, biz ondan qabaq bu fikirlər var idi, bu sələfilik var idi. Yəni bunu Muhammed Abdülvahabla bağlamaq, bu görsən ki, savadsız insanın işidir. Hələm o ki, qaldı İngiliz casusu. Bilirsiniz, cəmiyyət dini maarifçiliyi yoxdur və olanların da çoxsu qarışıqdır. Aləm qarışıq bir-birinə. Ona görə bunlar hamısı batildir, səhvdir. Vahabilik belə cərgən yoxdur. Bu dəvət Muhammed Abdülvahabın deyil və ya Muhammed Abdülvahabla bağlı deyil. Bu dəvət bağlıdır Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən və onun sahabelərlə və ondan sonra gələn tabinlər və kim onların yolundadır indiyəcən. Heç kəs demir ki, gerək 7-ci əsrə, dünyavi cəhətdən, dini cəhətdən deyilir. 7-ci əsrin dinin götürək. Ne üçün? Orada yox idi məzhəb, ayrı seçkiliyi və s. bir İranı. Ayrı seçkiliyi onlardan sonra başladı. Aydındır. Amma dünyavi cəhətdən heç kəs demir ki, gedək 7-ci əsrə. Heç kəs demir, məsələn, gəlin təyyarəyə minməyək, dəvələrlə gedək Məkkəyə. Bu savadsızlıqdır və yaşamışlarla və s. Yəni başa düşmürlər. Hətta danışanların çoxusu görürsən ki, o başa düşmür dini, İslam dini. Bu da müşkül məsələ. Bəli. Həmçinin sələfiliyi, vahabiliyi kimi adlandıranlar öz aralarında da ziddiyyətdədirlər. Məsələn, rafizilər bunu bağlayırlar Əbu Bakr Ömərə, Sufilər və digərləri bağlayırlar İbn Teymiyyə. Bu siyasətçilər də Muhammed Abdülvahabı dəlil getirirlər. Hamısı da vahabi adı qoyub. Amma onların arasında yüz illərlə fərq olur. Bilirsiniz, bunlar hamısı ya qərəzlidir, ya da savadsızlıqdan irəli gəlir məsələn. Savadsızlıqdan irəli gəlir, ya da qərəzlidir. Elhamdülillah, bu dəvət Peyğəmbərin dəvətidir. Nə Abdülvahabın da, nə İbn Teymiyyənin də. Özünüz görürsünüz ki, biz hərdən kitablar oxuyuruq. Kitablar 4-cü əsrin hicrətdən, 2-ci əsrin, 3-cü əsrin. Bu əqidəmiz, bizim bu əqidəmiz oradadır. Yəni bizim əqidəmiz sonradan yaranmıyor. O əqidələr sonradan yaranmamışdır.
O əqidələr sonradan yaranır. Kimlər danışır? Bəli.